bilirsiniz ki, son illərdə qəbul etdiyimiz qərarlar, tutduğumuz kurs nəticəsində Azərbaycan çempionatlarının səviyyəsini maksimum səviyyəyə çatdırmağa səylər göstəririk. Bu yolda çalışırıq. Mükafat fondunu artırırıq, şahmatçılarımızı çalışırıq, stimullaşdıraq ki, Azərbaycan çempionatını ən vacib yarışlardan biri kimi saysınlar, hörmət eləsinlər, seçsinlər. Və mən çox şadam ki, bizim şahmatçılarımız demək olar ki, 100%, 99,9% bu çağırışa əməl eləyirlər və Azərbaycan çempionatına öz gözəl münasibətləri nümayiş elətdirirlər. Bundan sonra biz istəmirik ki, Azərbaycan çempionatı sıravi bir yarış olsun. Yadınızdadırsa, müəyyən illər, nə bilim 5, 10, 15 il bundan əvvəl Azərbaycan çempionatları həddən artıq sönük bir yarışlara çevrilmişdi və biz o günlərin qayıtmağını istəmirik. Bu